zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üst tutduğu Hacıqabul gölü indi demək olar ki, tamamilə quruyub. Gölə yaxın yaşayan sakinlər deyirlər ki, illər öncə bu ərazi həm turizm, həm də istirahət məkanı kimi seçilirdi. Burada bir gözəl hava olur ki, bura plajili, dəniz zamanı kimi edilirdi o vaxtı. Dincəlməyə gəlirdi. Belə yaxşı olar. Əla olur, əla. Bir təmiz hava olar ki burada. Park olacaq bunun yanları, camaat gəzəcək. Vaxtilə 16 kvadrat kilometr ərazisi, dərinliyi isə 5 metr olan göl bir neçə ildir su üzünə həsrət qalıb. Qurumuş göldə yabanı halda ot bitib. Bir vaxtlar Hacıqabul gölü, xüsusilə də ilin bu fəslində, yəni payız qış mövsümündə bol sulu olmalı və həmişə ətrafdan keçən insanların diqqətini çəkirdi. Artıq bir neçə ildir ki, göldə su yoxdur, gölün suyu quruyub. Bu da həm Hacıqabul rayonu, həm də elə yaxınlıqdakı Şirvan şəhəri üçün ciddi ekoloji problemdən xəbər verir. Axı burada nə baş verir? Gölün suyu niyə birdən-birə quruyur? Ekoloqlar deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun hidrologiya şöbəsinin müdiri Rıza Mahmudov deyir ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı. Son illərdə qlobal iqlim dəyişikliyi Hacıqabul gölündən də yan keçməyib. Yəni bu göl belə deyək ki, xüsusən özünün fauna, florasından həmişə